Bu məşq sənə dəyərlərini tanımağın və dəyişmək istədiklərini dəqiqləşdirməyin üçün gələcəyə səyahət imkanıdır. Özünə bir neçə dəqiqə vaxt ayır və öz daxilinə yönəl. Gözlərini bağla və özünü bir konsert salının girişində xəyal et. Qapılar açılır və sən zala daxil olursan. Bugün sənin doğum günündür. 80 yaşını qeyd edirsən. Bu xüsusi gözəl günə həyatı boyunca dəyər verdiyin insanlar, yaşayan və artıq yaşamayan hər kəs dəvət olunub. Sən alqışlar arasında səhnəyə doğru irəliləyirsən və səhnənin düz qarşısında birinci sırada oturursan. Səhnənin ortasında bir mikrofon var. Dəyər verdiyin insanlar bir-bir səhnəyə çıxır və sənin haqqında danışırlar. O, belə bir insandır. O, bu xüsusiyyətləri ilə bizim həyatımıza nöqtə. Və beləliklə, hər kəs öz ürək sözlərini deyir. Onların sözlərində hansı duyğuları hiss edirsən? Sevgi, minnətdarlıq, heyranlıq, etibar. Artıq gözlərini aça bilərsən. İndi özünə bu sualları ver. Onlardan nə eşitsən çox sevinərsən? Nə eşitsən özünlə qürur duyarsan? Özün o cür bir insan olmadığını düşündüyün halda hansı sözlər səni məmnun edər? Hazırda bu istiqamətdə yaşayırsanmı? Bu sözlərə layiq olmaq üçün həyatında nələri dəyişmək istəyərsən?